Çağ Öyrətim şirkətindən möhtəşəm aksiya aprelin 7-sində paytaxt Bakıda keçiləcək İNEP Beynəlxalq Ekologiya Layihə Olimpiyadasına dəvət edilən insanlara bu dəfə kağız dəvətnamələr tamamilə qeyri-adi dəvətnamələrlə əvəzlənib. Bu dəvətnamələr nədən ibarətdir və necədir? Ətraflı olaraq növbəti süjetimizdə. İçində bitki toxumu olan saxsılar, fidan və tinglər, minlərlə gül toxumları. Ekologiya üçün çağırış elə dəvətnaməsindən anlaşılar. Çağ Öyrətim şirkəti aprelin 7-sində Bakıda keçiriləcək Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiyadası İNEP-da iştirak edəcək insanlara qeyri-adi dəvətnamələr göndərib. Belə də dəvətnamə olar, düzü beləsini heç mən də görməmişdim. İNEP Beynəlxalq Layihə Olimpiyadasında iştirak etmək üçün dəvət edilən 3000 nəfərə içərisində kiçik ağac kolu olan, bax bu maraqlı dəvətnamələrdən göndərilib. Həmin dəvətnamələr göndərilən insanların hamısı bu ağaclar əksə, ekologiya nə qədər xeyir verəcəyini isə siz düşünün. Dəvət olunanlara içərisində müxtəlif ağac kollarının toxumu olan kiçik dipçəklərin olduğu bu qutlar da hədiyyə olunub. Bir qrup dəvətliyə isə başqa cür dəvətnamə təqdim edilib. Düz 1000 nəfərə isə içərisində müxtəlif ağac kollarının toxumları olan bu maraqlı dipçək dəvətnamələrdən göndərilib. Həmin insanların toxumu götürmələri üçün sadəcə dəvətnaməni açmaları kifayətdir. Bundan başqa 40 minə yaxın insana isə ekologiyanın qorunmasında öz töhfəsini verməsi üçün başqa bir fərqli üsuldan istifadə olunub. 35 mənzilin qapısından isə içərisində müxtəlif ağac toxumları olan bu maraqlı kartlardan asılıb. Bu maraqlı dəvətnamələr göndərilən insanların da böyük marağına səbəb olub. Çok müsbet yanaşmalar var. Herkes tebrik ediyor. Nereden bu ideyalar çıktı, nece payladınız, nece getirdiniz, nece eylemek lazımdı diye bana öyle gelir ki yaxşı bir təəssürat var bu davetlerimizi alan insanlardan. Olimpiyadanı Çağ Öyrətim şirkəti ilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft şirkəti, habelə İNEP Avrasiya Ekologiya İctimai Birliyi təşkil edir. 5 ildir keçirilən olimpiyadaya dünyanın dörd bir tərəfindən yüzlərlə məktəbli qatılır.